Salam, hər vaxtınız xeyir dəyərli müəllimlər. Xoş gördük hər birinizi. Bəli, rekord olunur. Rekord YouTube kanalına yerləşdirilib hər birinizə göndəriləcək. Narahat olmayın. Nərmin xanım, burada sizə başlayaq. Bəli, başlayaq. Qoşulmalar olurdu deyə qəbul edirdim. Başlayaq. Önceliklə salamlayıram hər birinizi. Bugünkü mövzumuz qraf informasiya modelidir. İnşallah ki, hər kəs üçün aydın olar. Başa düşülməyən sual olsa, sonda suallarınızı gözləyəcəm. Müraciət edə bilərsiniz. Həmçinin bugünkü başlamadan öncə bizə bu şəraiti yaradan Gənc İnformatika Müəllimlər Birliyinə təşəkkürümü edirəm. Başlayaq. Deməli, ilk öncə başlayarkən sizinlə bir balaca maraqlı təcrübə keçirmək istəyirəm. Təcrübəmiz nədir? Verdiyimiz təpələri, baxın, bu fiquru, əlinizi çəkmədən, əlinizi qaldırmadan birbaşa çəkməyə çalışırsınız. Yəqin ki, asandır. Hər kəs çəkə bilər bu formada. Doğrudurmu? İndi isə verəcəyim fiqur biraz daha ondan mürəkkəb olacaq. Bu fiquru əlinizi çəkmədən hazırlamağa çalışın. Edə bildiniz müəllimlər? Gəlin biz də burada da yoxlayaq yenidən, baxaq. Bu formada bəli, çəkə bilərik. İndi isə daha bir fiqur verək. Məsələn, belə. Fiqurun daha çətin versiyası. Bunu etməyə çalışaq indi isə. Necə edərək bu fiquru? Olmadı. Bir də cəhd edək. Bax, görək, necə edə bilərik. Yenə olmadı. Yenə olmadı. Doğrudur, edə bilən var aranızda. Bəli, mən elədim. Elədiniz. Mən də edirəm. Necə etdiniz? Birinci aşağıdan başlayırıq müəllimə. X-ların Yuxarıdan aşağı aşağısından. başlayalım. X-i yuxarı doğru çəkirik. Sonra kvadratın tərəflərini çəkirik. Ondan sonra. Bax, gözəl. İndi isə bir başqa fiqur verəcəm. Görək bu fiquru kimlər edə biləcək. Bəs bu fiquru edə bilərsinizmi? Mən deyim, çox əziyyət verməyim sizə. Bu fiquru etmək mümkün deyil. Bu fiquru birbaşa çəkmək mümkün deyil. Bu fiqur və timsalında olan bir neçə fiqurlar var ki, onları çəkmək mümkün deyil. Və bunun isbatını tanınmış riyaziyyatçı Euler etmişdir. Hansı ki, Königsberg körpüləri üzərində qurulmuşdur. Königsberg körpüləri problemi qraf nəzəriyyəsinin yaranmasına səbəb olan məşhur bir riyazi problemdir. Deməli, bu hekayənin mərkəzində 17-ci, 18-ci əsrlərdə Königsberg şəhərində yerləşən Pregel çayı və onun üzərində tikilmiş 7 körpü dayanır.
Königsberg şəhəri Pregel çayının sahilində yerləşirdi və bu çay şəhəri 4 hissəyə bölürdü. Bu hissələri birləşdirən 7 körpü var idi və şəhər sakinləri arasında eyni bayaq bizim etdiyimiz kimi əyləncəli bir sual yaranmışdı. Bu 7 körpüdən hər birini yalnız bir dəfə keçməklə şəhərin bir nöqtəsindən başlayıb sonda eyni və ya fərqli nöqtədə bitən bir marşrut yaratmaq mümkündürmü? Bəli, bu problemə ilk dəfə ciddi yanaşmanı, riyazi yanaşmanı 1736-cı ildə İsviçrə riyaziyyatçısı Euler göstərmişdir. Euler körpüləri qraf kimi nəzərdə tutdu. Hər bir körpünü til olaraq gördü və məntəqələri isə, nöqtələr isə təpələr adlandırdı. Körpülər sübut etdi ki, Königsberg körpülərinin hər birini yalnız bir dəfə keçməklə belə bir marşrut qurmaq mümkün deyil. Bu məsələdə riyaziyyatda qraf nəzəriyyəsini və topologiyanın əsasını qoydu. İndi gəlin daha yaxından tanış olaq ki, sözü gedən qraf nəzəriyyəsi nədir? Qraf nəzəriyyəsi, birazca aşağı verim ekrana. Qraf nəzəriyyəsi müasir riyazi modelləşdirmədə, şəbəkələrdə, nəqliyyatda, logistikada, analizlərdə belə öz rolunu oynayan vacib nəzəriyyələrdən biridir. Qraflar təpələr, görürsünüz şəkildə A təpəsi, B təpəsi, təpələr və onları birləşdirən, əlaqələrin göstərən tillərlə təmsil olunan strukturlardır. Qraf nəzəriyyəsində bu strukturların xüsusiyyəti öyrənilir. Deyə bilərsiniz ki, müəllim, bəs qraflarda tillər mütləqdirmi? Mütləq formada tillər olmalıdırmı? Tillər olmasa, sadəcə təpələr olsa, yenə də qraf sayılarmı? Bəli, tillər olmasa, sadəcə obyektlər olsa belə, bu qraf sayılacaq. Çünki onsuz da bizdə bu nəzəriyyədə məqsəd onlar arasında əlaqə qura bilməməyi yoxlamaqdır. Sadəcə olaraq bilməli olduğunuz məqamlardan biri odur ki, əgər bir qraf yalnızca təpələrdən ibarətdirsə və onun tilləri yoxdursa, belə qraf psevdoqraf adlanır. Siz psevdokod sözünü algoritm mövzusunda yəqin ki, eşitmişsiniz. Yalançı kodlar adlanırdı, hansı ki, bir kodun ilkin mərhələsini, ilkin başlanğıc formasını göstərirdi. O formada psevdoqrafda boş qraf adlanır və bir qrafa hazırlıq mərhələsi kimi sayılır daha çox. İndi baxaq görək bizim təpələrimiz və tilimiz necə olur. Bəli. Zəhmət olmasa səsi bağlayarsınız. Aha. Gördüyünüz kimi tillər qovşaqlardır, hansı ki, təpələri birləşdirir və iki formada ola bilir tillərimiz. Həm istiqamətləndirilmiş formada ola bilər, həm də istiqamətləndirilməmiş formada ola bilər. Bu, yönləndirilməmiş, istiqamətsiz və ya yönləndirilmiş, istiqamətli qraf adlanır. Əgər bir qraf oxlarsız verilibdirsə, yəni istiqamətsiz formada verilibdirsə, demək ki, onu birləşdirən til hər iki təpəyə yol göstərir. Yəni, burada gördüyünüz tilimiz həm A-dan B-yə, həm də B təpəsindən A təpəsinə yolu göstərir. Digər qrafda isə yönləndirilmiş qrafdır. Yəni, o zaman yol var ki, orada bir ox göstərilib. Burada, məsələn, A təpəsinə yol gəlir, ancaq A təpəsindən yol getmir. B təpəsindən A təpəsinə yol gedir. C təpəsindən A təpəsinə yol gedir. Ancaq A təpəsindən hər hansı bir yol olaraq getmir. Çünki qrafın yönü A təpəsinə doğrudur, lakin A təpəsindən istiqamətlənmir.
Yönləndirilmiş qraflar həmçinin diqraf adlanır və onların oxları həmçinin qövs də adlana bilir. Keçək digər slaydımıza. İlgək nədir? İlgə hansı bir tildir ki, orada qrafın təpəsindən özü-özünə bağlı yol var. Yəni, bu təpənin özündən özünə ikinci bir yol gedir. Burada bizdə verilmiş A təpəsi bir ilgəhi göstərir. Bunu birazdan yolları hesablayanda görəcəyik ki, məsəl üçün, D təpəsindən A təpəsinə yol varsa və A təpəsində ilgək varsa, ona gələn yolların sayı artıq 2 qatına çevriləcək. Yalqız təpə. Yalqız təpə anlayışı izolyasiya edilmiş təpə sayılır. Yəni, o təpədə artıq yol yoxdur. Nə gələn istiqamətdə, nə də gedən istiqamətdə heç bir yol tapılmır. Yalqız təpə olan təpələr əlaqəsiz qraflarda görülməkdədir və yaxud qraflar da deyilir buna. Zəhmət olmasa səsi mən alıram. Yenidən verilir. Aha. Digər bir anlayışımız çəkili qraf anlayışıdır. Çəkili qraf anlayışı o təpələrə deyilir ki, onlar arasında olan tillərin müəyyən bir çəkisi və ağırlığı var. Bu ağırlıq iki təpə arasındakı məsafəni bizə göstərir. Qonşuluq siyahısı. Qonşuluq siyahısı qraf nəzəriyyəsində hər təpənin birləşdiyi təpə qonşularını saxlayan məlumat strukturudur. Hər bir qovşaq qonşu qovşağını ehtiva edən siyahı kimi ifadə olunur. Yəni, biz siyahımızda A təpəsi varsa, sizin gördüyünüz kimi, A təpəsinin qonşu, yəni tillə birləşən təpələri ona qonşu sayılır. Beləliklə, A təpəsinin qonşuları B və Y təpələri olur. B təpəsinə baxdıqda yenə B təpəsini birləşdirən 3 til görürük. A, Y və C-yə. Yenə də bu təpələr onun qonşu təpələri sayılır. Burada fərqi yoxdur ki, əgər yönləndirilmiş qraf olsa da, fərqi yoxdur ki, B təpəsindən C təpəsinə yol gedir və yaxud da getmir. İstənilən halda til ilə birləşmiş olmağı onları qonşu etmək üçün kifayət edir. Matris nədir? Matris riyaziyyatda da, həmçinin elə proqramlaşdırmada da geniş istifadə olunan çoxölçülü məlumat strukturudur. Biz matrislərdən qraflarda geniş istifadə edirik. Məsələlərimiz zamanı bizə çox lazım olur. Matrisin elementlərini sətir və sütun şəklində təşkil edirik və orada qraflar arasındakı əlaqəni təyin edirik. Gəlin indi baxaq. Yönləndirilməmiş bir qraf götürmüşük və onun üçün qonşuluq matrisi qururuq. Bu zaman M-ə formada cədvəl qurmalıyıq. M-ə formada nədir? Yəni, bütün təpələri həm sətirlər, həm də sütunlar formasında yazırıq. Hansı ki, bu formalı cədvəl bizdə obyekt cədvəli sayılırdı. Baxırıq, A təpəsindən bağlayasız, zəhmət olmasın. Baxırıq, A təpəsindən bizdə yollar hansı təpələrə doğru gedir? B təpəsinə, C təpəsinə və D təpəsinə doğru. Ona görə A təpəsinə baxırıq və A ilə B təpəsinin, A təpəsi ilə B təpəsinin birləşdiyi hissəyə 1 yazırıq. Daha sonra hansı təpə idi? C təpəsi. Baxırıq, A təpəsindən C təpəsinin birləşdiyi qismə yenə də 1 yazırıq. Həmçinin D təpəsində də eyni qayda ilə. Yol varsa, bilirsiniz ki, informatikada necə idi? 1 varlığı bildirirdi, həmçinin true dəyərin, 0 isə yox bildirirdi. Yəni, false dəyərin bildirirdi.
Burada bizdə əgər A təpəsindən hansısa bir təpəyə yol varsa 1 ilə işarələnir, A təpəsindən hansısa bir təpəyə yol yoxdursa, bu zaman 0 formasında işarələnir. Beləliklə, baxırıq B təpəsinə. B təpəsində A təpəsindən fərqli olaraq nə görürsünüz müəllimlər? İlgəh görürsünüz. İlgəh olduğu zaman B təpəsindən B təpəsinə keçən bir yol fikirləşin. Bunu belə fikirləşin də müəllimlər. Baxın, A şəhəri tutalım ki, Quba şəhəridir. D şəhəri məsələn Qusar şəhəridir. B şəhəri isə Bakı şəhəridir. Bakı şəhərinə Qubadan gələn bir normal yol var. Bir də Bakıdan bir kənardan bir çöl yol var, fikirləşin ki. Bu Bakı təpəsindən yenidən gələn bir yoldur. Bakının bir ucundan fırlanaraq digər ucundan yenə də Bakıya gələ bilərsiniz, düzdürmü? Ona görə də bu B təpəsindən B təpəsinə yolu göstərir. Deməli, B təpəsindən hansı təpələrə yol oldu? A təpəsinə yol oldu. 1 kimi işarələdik. B təpəsindən B təpəsinə yol oldu. Yenə də bu ilgəhi 1 kimi işarələdik. C təpəsinə yol yoxdur. Ona görə də 0 yazırıq. D təpəsinə yol var. Yenə də 1 yazırıq. Y təpəsinə yol yoxdur. Bunu da 0 kimi işarələyirik. C-də də onun kimi, D təpəsində də onun kimi, Y təpəsində də. Y təpəsinin hansı təpələrlə qonşuluğu var? C təpəsi və D təpəsi ilə görürsünüz birləşdiyi tilləri. Ona görə Y təpəsindən baxırıq. C təpəsinə birləşən qismə 1, bir də D təpəsinə 1. Qalanları isə 0-la işarələnir. Keçək digərinə. Yönləndirilmiş qrafda isə sadəcə olaraq ox istiqaməti varsa bir işarəsi qoyacaq, yəni yol var. Baxaq indi. A təpəsində bayaq B təpəsinə 1 qoymuşduq. Amma indi baxırıq ki, A təpəsindən gedən heç bir ox yoxdur. Doğrudurmu? Ona görə də A təpəsindən gedən bütün sıra sətir sıfırlarla işarə olunur. Çünki heç bir təpəyə A təpəsindən yol getmir. B təpəsində isə hansı istiqamətə yol gedir? Bir A istiqamətinə yol gedir, bir də ilgək gedir. Ona görə də B təpəsindən A təpəsinə 1 qoyuruq, bir də B təpəsindən özünə doğru yol qoyuruq, bir işarəsi qoyuruq. Yenidən baxırıq C təpəsinə. Yenə C təpəsindən A təpəsinə yol var, başqa bir təpəyə istiqamət yoxdur. Ona görə də yalnız A-ya 1 qoyuruq, digərləri isə 0 ilə işarə olunur. D təpəsi ən çox istiqamət olan təpədir. A, B, C, Y təpələrinə yol var. Ona görə də A, B, C, Y təpələrinə 1 qoyulur. D təpəsində isə özünə ilgəh olmadığı üçün 0 qoyulur. Y təpəsində də bir dənə C təpəsinə yol var. Onu da işarələyirik. Daha sonra keçirik digərinə. Çəkili qraflarda qonşuluq matrisi qurulan zaman nə edirik? Biz bayaqdan yoldakı məsafəni bilmirdik müəllimlər. Yoldakı məsafəni bilmədiyimiz üçün biz sadəcə olaraq yol var, 1, yəni yol var və yol yoxdur. Bunda 0 kimi işarələmişdik. Buyurun Səidə xanım. Müəllimə, əgər dediniz ki, Bəli. yönləndirilmiş, yönləndirilməmiş ayrı-ayrıqda dediniz də düzdür. Bəli. Bir qrafda həm yönləndirilmiş, həm yönləndirilməmiş olduqda bəs Bu Məsəl formada üçün- qraf strukturu mövcud deyil. Ya yönləndirilmiş qraf olmalıdır, ya da yönləndirilməmiş qraf olmalıdır. Təpələrin rəqəmsalda mənim olur axı, bəzən tapşırıq kimi çıxır. Bütün qonşuların hamısı mənim klientimdir. Bekir, Asəf ki. Asər. zəhmət Hə, İdər olmaz. Hə. Onlar Asəf. Xeyr, Hə, struktur hə. olaraq qraf iki formaya bölünür. Ya yönləndirilmiş istiqamətli qraf olmalıdır, ya da yönləndirilməmiş qraf olmalıdır. Qarışıq tipdə qraf növü mövcud deyil. Aydın müəllim, çox sağ olun. Siz sağ olun. Müəlliməm, Mən orada olanda bilmirəm. zəhmət olmasa səsi alardınız.
Hamısı mənim kreditimdir. Laf yaxşı. Allah canını sağ eləsin. Zəhmət olmasa səsi alardınız da mən burada görə bilmirəm hansı müəllim. Oradan telefonda olur. Orada klient. Hı, tapdım. Aha, çəkili qraf üçün qonşuluq matrisi. Çəkili qrafda biz dedik ki, yol varsa bayaqdan biz bir kimi işarəli edirdik, yol yoxdursa 0. Ancaq indi konkret yolumuzun qiymətini bilirik. A-dan B-yə 3-dür. Doğrudurmu? A-dan C-yə 2-dir. Ona görə də matrisimizdə bir dəfəlik elə A-dan B-yə olan yolu 3 kimi qiymətləndirib 3 yazırıq. A-dan C olan yolu 2 yazırıq. Yəni birbaşa qiyməti ilə yazırıq. Aydındır. Həmçinin çəkili qrafda əgər sadə çəkili qrafdırsa görürsünüz ki, hamısının arasında bir dənədir münasibət. Mürəkkəb çəkili qraf olsa bu formada B-dən də A-ya yol göstərir. Əgər heç bir ikinci xətt yoxdursa, yəni sadə bir qrafdırsa, o zaman A-dan B-yə olan istiqamət bərabərdir B-dən A-ya olan istiqamətə. İndi isə yalqız təbəsi olan qrafın qonşuluq matrisinin qurulmasına baxacağıq. Bizim bildiyimiz bayaqdan yalqız təbəsi olmayan qrafı necə qurduq? Sadə formada qurduq. Hansında münasibət varsa, o münasibəti işarələdik. Doğrudurmu? Eyni qaydada təpələri işarələyirik. Sadəcə olaraq, əlavə olaraq. Y təpəsi burada nədir bizdə? İzolyasiya olunmuş, yəni yalqız təpədir. E təpəsini yerləşdiririk və E təpəsinə gələn, həmçinin E təpəsindən gedən bütün yolları 0 olaraq işarələyirik. Yalqız təpədə bütün yollar 0 olaraq işarələnir. Amma sizdən soruşa bilər ki, məsələn, bu sual kimi qarşınıza çıxa bilər. Verər qrafı və deyər ki, qrafdakı sıfırların sayını təyin edin. Siz burada fikirləşərsiniz ki, bu yalqız təpədir, mən bunu saymayım. Bu hissəni, yəni bu formada götürsəniz, sizdə sıfırların sayında problem çıxacaq. Yalqız təpə iştirak edir. Yəni bunu yadımızda saxlayaq ki, çəkilmiş qrafda yalqız təpə iştirak edir. Sadəcə olaraq gələn və gedən yollar 0 olaraq işarələnir. İndi baxaq izomorf qraflara. İzomorf qraflar nə deməkdir, müəllimlər? Bir qrafın necə birləşməyinin o qədər də əhəmiyyəti yoxdur. Yəni, sən 5 dənə təpə arasında ulduz formasında da o təpələri birləşdirə bilərsən, halqa formasında da, şin formasında da birləşdirə bilərsən. Məsələ, onların hansı fiqur altında birləşməyi deyil. Onların hansı qanuna uyğunluqla birləşməlidir. Yəni, A təpəsi neçə təpə ilə birləşib və yaxud da Y təpəsi neçə təpə ilə birləşmişdir. Hansı qaydada birləşmişdir. Bu, onun birləşməsindən asılıdır. Ona görə də ola bilər ki, siz iki qrafa baxdıqda, buradakı birinci qrafa baxdıqda görürsünüz ki, görürsünüz ki, A, D, C, B, Y qrafları var. Digərində isə görürsünüz ki, 1, 2, 3, 4, 5 təpələri var. Bu iki qrafa birinci baxanda bunları ayrı-ayrı qraf kimi görə bilərsiniz. Ancaq zəhmət olmasa səs alarsınız. Yalnız siz bu qraflar üçün qonşuluq matrisi qurduqda baxa bilərsiniz ki, qonşuluq matrisləriniz eyni qaydadadır. Yəni, bu hər iki qraf eyni qaydada birləşib. Bu zaman bu qraflar izomorf qraflar adlanır. Yəni, görüntü cəhətdən fərqli olsalar da matrisləri üst-üstə düşdüyü üçün bu qraflar eyni qraflar sayılır. Soruşa bilərsiniz ki, bu qraflar bizə nə zaman kömək edəcək? Yəni, bu qanun, izomorfluq qanunu bizə nə zaman kömək edəcək? Dərsliklərimizdə dövrə gedir. Riyaziyyatda isə universitetdən bəlkə də xatırlayarsınız, Hamilton dövrələri olaraq gedir bu dövrələr. Ona görə ki, dövrlərin ən çox araşdırılması Hamilton tərəfindən tətbiq olunmuşdur. Hamilton dövrələri nəyə deyilir? Bir təpədən başlayır və o təpədə yenidən dövr edərək
bir hissədən, bir nöqtədən bir dəfə keçərək, yenidən dövr edərək o təpəyə qaydıraraq fiqur yaradırsa, bu artıq dövr yaradırsa, buna qapalı da dövr deyirlər. Bu bir Hamilton dövrəsidir. Hamilton dövrü yaxşı araşdırılmamış mövzulardan biridir. Yəni yarım qalıbdır. Ümumiyyətlə sizə belə bir şey deyim mənlər. Bəzi mövzular var riyaziyyatda. Məsələn, müxtəsər vurma düsturu var. Doğrudur. Müxtəsər vurma düsturunda, məsələn, A kvadratı çıx B kvadratı bərabərdir. A vur B, A çıx B vurulsun A üstəgəl B-yə. Bu konkret düsturdur, doğrudurmu? Yerinə qoyub yazırıq. Ancaq informatikada bir çox mövzuda özünüz görürsünüz ki, sizdən məntiqi bacarıq tələb edir, intuisiya tələb edir və s. suallar. Yəni, bu suallarda bunlardan biridir. Siz biri var ki, məsələyə üzbəüz yanaşasınız. Ümumiyyətlə, qraflarda çalışırsınız ki, yol sayı tapılanda və s. Üzbəüz yanaşmaq əvəzinə eyvandan çıxaraq, yuxarıdan baxmağı, suala bütöv baxmağı sınayın. O zaman daha yaxşı sualın tətbiqini görəcəksiniz. Çünki qraflarda da xüsusilə hazır, konkret düsturlarımız yoxdur ki, yol sayı üçün bu formulanı qoyaq, tapaq və yaxud da ən qısa yolu tapmaq üçün bu formulanı qoyaq yerinə bu düsturu tapaq. Dövrlər də onun kimidir. İndi biz burada dövrləri saysaq, bizim gördüyümüz ilk dövrlər 1, 2, 4, 3, 5, 2, daha sonra 1, 2, 3 dövrlər olacaq. Ancaq bayaq dediyimiz izomorfluq qaydasını tətbiq etsək, gəlin baxaq. Bax, fikirləşin ki, bu qrafda 4 təpəsindən tutaraq o təpəni aşağı endirirəm. Və bu qrafı bir açıq formaya gətirirəm. Aradakı münasibətlər eyni olduğu üçün qraf eyni sayılacaq. Və bayaq 3 dənə birləşmə görürdük. İndi isə görün nə qədər fiqur görmüş olacağıq. 1, 2, 3 fiqurun, 1, 2, 4 fiqurun, 1, 2, 5, 3 fiqurun, 1, 3, 2, 4 fiqurun, 1, 3, 2, 4 fiqurun görmüş olacaqıq. 1, 4, 2, 5, 3 fiqurun görürük. 1, 4, 2, 5, 3 fiqurun. Yəni, ümumi fiquru görmüş oluruq. Bu formada daha rahat üsulla dövrələrin sayını tapa bilərsiniz. Dövrələr bəzi kitablarda, test toplarında var. Ancaq mənə görə imtahana düşəcəyini çox da zənn etmirəm. Çünki yenə dediyim kimi dövrələrdə çatışmaz hissələr çoxdur, tapılmamış hissələr çoxdur. Çünki təsəvvür eləyin, bu bəsit bir dövrə idi. Siz buradan tapa bilərdiniz. Fikirləşin ki, belə bir qraf gəlib sizə və dövrələrin sayını istəyir sizdən. İmtahanda nə qədər sual, nə qədər vaxt apara bilər bu dövrəni tapmağı. Ona görə də informatikada da bir kütləvilik xassəsi var da. Kütləvi cəhətdən baxanda sual tapılması üçün bir qanun tələb edir, bir qayda tələb edir. Digər qraflarla bağlı məsələ modellərinə baxaq. Ən məşhur məsələlərdən biri qraflarda A təpəsindən H təpəsinə gedən yolların sayını tapmaqdır. Bu zaman başlanğıc təpəni götürürük, hansı ki A təpəsidir. Doğrudur. Baxırıq, A təpəsi başlanğıc təpə olduğu üçün 1 dəyərinə malikdir. 1 yoldur. A təpəsindən B təpəsinə gəlir xətt, bir də C təpəsinə gəlir. Baxırıq ki, C təpəsi B təpəsindən gələn xətti də qəbul edir deyə, yolu qəbul edir deyə. Öncəliklə B təpəsinə veririk öncəliyi. Baxırıq, A təpəsi 1-dir, B təpəsi A-dan gəlir sadəcə. Ona görə də onun çəkisini götürəcək və 1 olacaq. Daha sonra C təpəsinə baxırıq. A-nın qiyməti 1-dir, dəyəri 1-dir, B-nin də dəyəri 1 oldu. Bu ikisinin cəmi olaraq C təpəsinin dəyəri 2 olacaq. Daha sonra baxırıq D təpəsinə. D təpəsində C təpəsi və B təpəsinin dəyərini götürəcək. B təpəsinin dəyəri nə idi, müəllimlər? 1. C təpəsinin dəyəri nə oldu? 2 oldu. Doğrudur. Bu, hər iki təpənin cəmi 3 olur deyə, D təpəsinin də dəyəri 3-ə malik olacaq. Daha sonra baxırıq ki, Y təpəsi var. Y təpəsinə xətlər B və D təpəsindən gəlir. B təpəsi neçə idi? 1.
D təpəsinin qiyməti nə oldu? 3. Bu ikisinin birləşməsi olaraq Y təpəsinin dəyəri 4 olacaq. G təpəsində isə C və D təpəsinin cəmi olduğuna görə, yəni tillər bu iki təpədən gəldiyi üçün 2 və 3, 5 olaraq qiymətləndirəcəyik. F təpəsinə yol sadəcə D təpəsindən gəlir. Ona görə F təpəsində dəyəri 3 olacaq. Və H təpəsi bu üç təpənin birləşməsi olduğu üçün 5 üstəgəl 3 üstəgəl 4. Yəni bunların cəmi olaraq 12 müxtəlif yol olmuş olacaq. Başa düşməyən varsa yenidən izah edə bilərəm sualı. İndi keçək. Bir diğer sual növü bu sualla bağlıdır, biraz fərq var. Yəni nə? A təpəsindən H təpəsinə, C təpəsindən keçməməklə gedilərsə yolların sayını tapın. Baxaq, A təpəmiz var və H təpəsi var. Bu da sonda çatacağımız nöqtədir. C təpəsindən getməməklə deyirsə, keçməməklə. Biz bu zaman C təpəsinin yoxluğunu qəbul etməliyik. Yəni C təpəsini silirik. Əgər bir təpə yoxdursa, bir obyekt yoxdursa, təbii ki, ona gedən yollar və ondan gələn yollar da silinmiş olacaq. Və misalımıza eyni bayaqki qaydada sadəcə olaraq C təpəsini və ona birləşmiş tilləri görməzdən gələrək davam edirik. A təpəsi 1 oldu. B təpəsi də 1 olacaq. Bu zaman Y təpəsi nə olacaq müəllimlər? Y təpəsinin qiyməti nə olar müəllimlər? Bəli, Y təpəsi də 1 olacaq. Adınız necə oldu müəllimə? Rəna Abuşova. Rəna xanım. Aha, dərsdən sonra mənə yazın, zəhmət olmasa, kitab qazandınız bizdən. Siz mənə yazarsınız da mən bilmirəm, sizin adınız necə gedir? Nərmin Xankişiyeva. Nərmin Xankişiyeva. Aha. Oldu. Daha sonra D təpəsinə baxırıq. D təpəsi nə olacaq? C təpəsini saydıq, Y təpəsi 2 olacaqdı, D təpəsi 10 cəmi olacaqdı. Amma biz C təpəsini saymadığımız üçün D təpəsi A və Y təpələrinin birləşməsi olacaq, yəni 2. Gələk baxaq indi G təpəsinə. G təpəsi, Y təpəsi və D təpəsinin birləşməsi olacaq. 2 və 1, 3 qiymətinə malik olacaq. F təpəsi isə sadəcə Y-dən gələn təpəni götürəcək. C-dən gələn yolu götürməyəcək. F təpəsi də 1 olacaq. Bəli. Ona görə H təpəsinin cəmi olacaq 1, üstəgəl 1, Gəl 3 üstəgəl 3. Bəli. 5 olacaq. olacaq. Keçirik digər bir sualımıza. Zəhmət olmasa mikrofonu bağlayaq. Zəhmət olmasa bir dəqiqə ora qayıdaq müəllimə. Scroll Bəli. eləmək istəyirdim. Buyurun. Buyurun. Eşidirəm. Bəli, müəllimə. Təşəkkür edirəm müəllimə. Çəkəcəydim onu, ona görə dedim şəkli. qayıtmağa. Oldu. Tamam. Çox sağ ol. PDF-i istəyən olsa ataram dərsdən sonra. Aha. Burada sizə bir dənə qeyd Mən istəyərəm müəllimə. edirəm. Bəli, ataram sizə. Başlanğıc yolun əhəmiyyəti var. Yəni necə? Sizə qarşınıza sual olaraq çıxa bilər ki, A təpəsindən C təpəsinə gedən yolların sayını tapın. Burada siz A təpəsindən normal B təpəsinə, Y təpəsinə gəlirsiniz. Daha sonra baxırsınız ki, burada bir G təpəsi də var. Tamam, G təpəsində götürək. Axı G təpəsinə yol A təpəsindən gəlmir. Doğrudurmu? Ona görə də başlanğıc yolun əhəmiyyəti var. Siz qrafı çəkərkən A təpəsindən C təpəsinə gedirsə yol, digər yolu götürməyəcəksiniz. Yəni burada G yolu götürülsə, G təpəsindən baxın bir dənə gələn oxlara. Giriş yoxdur. Gəlir. C'ye giriş yoxdur. Bəli, Deyil. giriş yoxdur, doğrudur. Giriş yoxdur. Ona görə də G təpəsini, adınız necə oldu müəllim? Zamin müəllim. Zamin müəllim, sizə də kitab hədiyyə edəcəyik, xəbəri Sağ olun. verərsiniz. G təpəsini
biz nəzərə almırıq. G təpəsini nəzərə alsaq, bizim sualımız artıq səhv alınacaq. Ona görə də A təpəsindən başlayırıq. G təpəsini nəzərə almadığımız üçün H təpəsində nəzərə almırıq. D təpəsindən onsuz da yol yoxdur. F təpəsinə və B təpəsinə gələn yolları hesablayıb C təpəsinin dəyərini tapırıq. Gəlin baxaq. A-dan B-yə 1 olur, A-dan da Y-yə 1 olur. Bu zaman F nə olacaq? 2. 2 və 1-in də cəmi, bəli, 3 müxtəlif yol olmuş. Girişlər toplanır, çıxışlar yazılırdı. Necə? Yəni təpələrə olan girişlər toplanır, çıxışlara yazılır. Bəli, bəli, bəli. İndi baxaq. 1 nömrəli təpədən 5 nömrəli təpəyə ən qısa yolun tapılması. 1 nömrəli təpəmizə işarələyirik, həmçinin 5 nömrəli təpəmizi işarələyirik. Burada bayaq dediyim kimi, əslində bir çox algoritmlər var ki, hansı ki Dijkstra algoritmi var, A algoritmi var, sol algoritmi sayılır, səhv etmirəmsə, bir çox algoritmlər var ki, bu algoritmlər bizdə ən qısa yolu hesablamaq üçündür. Yalnız bu algoritmlər, yenə dediyim kimi, düstur kimi deyil. Sadəcə olaraq ilk təpədən başlayırıq, paylayaraq gedirik son təpəyə qədər və bu da çox böyük vaxt aparır. Təsəvvür edin, birinci təpəni yazırıq. Birinci təpədən ikinci təpəyə yolu yazırıq və 8-ci təpəyə yolu yazırıq. 8, doğrudurmu? Daha sonra ikinci təpədən bütün qovşaqları ayırırıq. Üçüncü təpəyə yol var. Üçüncü təpədən ayrılır 4-cü 21. və 6-cı təpələrə. Bəli. Ona Ən görə qısa də yol biz bunu bu qədər uzatmaq yerinə bir daha belə necə deyim, ümumi 1, olaraq 8, baxış 7, 6 yolunda elə deyil. 1, 8, 7, 6. 1, 8, 8, 7, 6, 5. 6, Bəli, 5. bəli, bu yolda. Bəli, Bəli, ən qısa yol. ona görə də bir təpəsinə adınız necə oldu? Mənim müəlliməm. Bəli, Şirinova Nərmin. Şirinova Nərmin müəllimə. Siz də bizlə əlaqə saxlayarsınız. Oldu. Baxırıq yolumuza. Baxırıq ki, ən kiçik qiymətləri 8, 7, 6 yolunda görürük. Və müqayisə edirik. Biz burada düzdür, plus 4 artıq ola bilər. Ancaq digər yoldakı 8, 7, 9 rəqəmlərinə baxanda, 11 rəqəminə baxanda baxırıq ki, bu yol daha qısa bir yoldur və çəkisini hesablayanda 21 qiymətini əldə etmiş oluruq. Bəli, 21 tapmışam mən. Bəli. Keçirik bir digər məsələyə. Bu məsələdə ən çox qarşımıza çıxan məsələlərdən biridir. Deyir ki, 0, 1, 2, 3, 4, 5, 6 təpələrindən ibarət qraf verilib. Bu qrafın çəki matrisində təpələrin nömrələri A, B, C, D, Y, F, G kimi göstərilmişdir. Yəni, belə deyim, bu qraf şərti olaraq A, B, C, D kimi hərflərlə işarələnib ki, bu qrafın hansı nömrəsinin hansı olduğunu biz bilməyək. Bu zaman deyir ki, qrafın aşağıdakı görüntüsünə əsaslanaraq 2 təpəsindən 6 təpəsinə ən qısa yolun uzunluğunu təyin edin. Gəlin baxaq. Burada birinci olaraq Neçə yol var? bəli, Müəllimə, xahiş neçə edirəm. Ən çox neçə til çıxırsa bir təpədən. bəli. Müəllimə, xahiş edirəm. İmkan yaradaq ki, müəllimə izah eləsin. Səslər qarışır, biz heç nə başa düşmürük. Bəli, dərs bitdiyi zaman mən sizə sual verdiyim zaman zəhmət olmasa cavablayarsınız. Deməli, baxırıq. İkinci təpədən 3 dənə til gedir. Bizdə doğrudurmu? 5-ci təpədən də 3 dənə til gedir. Yalnız 6-cı təpədən 1 dənə til var. Başqa heç bir təpədən 1 dənə til çıxmır. Deməli, biz 6-cı təpəni qonşuluq matrisinə uyğun baxanda görürük ki, A təpəsindən yalnız Y təpəsi. xətt A-na Y. bəli. A təpəsi, xeyr, Y təpəsində 3 dənə qiymət var. Baxın, 1, 2, 3 dənə qiymət var. A təpəsində isə sadəcə olaraq bircə təpə var, Y təpəsinə gedir. Deməli, 6-cı təpə A'dan Y. adı, 5-ci təpə isə onun getdiyi Y təpəsidir. Doğrudurmu?
Baxırıq, Y təpəsindən iki təpəyə qonşuluq var. 3 təpəsinə və 4 təpəsinə. 3 təpəsində 3 dənə til var. 4 təpəsində isə 2 dənə til var. O zaman Y-yə baxırıq. Y-nin biri A-ya oldu, hansı ki bunu bildik, 6 təpəsidir. Digər təpəmiz isə B-yə yolumuz və G-yədir. Biz baxırıq, B təpəsinin önünə baxırıq. 2 qiymətlə ifadə olunub. Doğrudur, B təpəsi. 2 qiymətlə. Deməli, B təpəsini tapmış olduq. 4 təpəsidir. Çünki onun 2 tili var axı, 2 til çıxışı var. Ona görə də B təpəsi də bizdə 4-cü təpə oldu. Digər yandan G təpəsi isə nə oldu bizdə? Baxırıq, 3 dənə yol var. 3-cü təpə isə G təpəsi oldu. Yenə G təpəsinin birləşdiyi yollara baxaq. Biz gəlin istəyirsinizsə rahat olsun sizə burada yazım. A6 oldu. Y5 oldu. B4 oldu. Doğrudur. İndi baxaq. B təpəsinin bizdə 4-cü təpənin 2 yola icazəsi var. Biri 5-dir, biri isə 0-dır. Yəni biri Y-dir. Bir dənəsi nə oldu? D. Deməli 0-cı təpədə bizdə D təpəsi oldu. D təpəsi oldu. Bu zaman bizdə bir ikinci təpə, bir də birinci təpə qaldı. Çox rahatlıqla seçə bilərik. Niyə? Birinci təpədə 2 dənə til var. İkinci təpədə isə 3 dənə til var. C və F təpələri qaldığına görə baxırıq. Bizdə C təpəsində 3 dənə qiymət var. 1, 2, 3. Deməli, 3 dənə də til olan, 2 nömrəli olan C təpəsidir. 2 nömrəli təpəmiz də oldu C təpəsi. 2 nömrəli təpəmiz. 1 nömrəli təpəmizə nə qaldı müəllimlər? F qaldı. 1 nömrəli təpəmiz də oldu F təpəsi. Bu zaman biz baxaq 2 təpəsindən 6 təpəsinə, yəni hardan? C təpəsindən 6 təpəsinə. 6 təpəsi nədir? A təpəsinə olan ən qısa yola baxırıq. Burada biz qiymətləri üzərinə yazaraq rahatlıqla görə bilərik. Deməli, 2 təpəsindən C təpəsindən yolumuz hara var müəllimlər? 3 təpəsinə, yəni G təpəsinə yol var. C-dən G-yə 5-dir. 5-dir. 0 təpəsinə yol var, yəni D təpəsinə yol var. D təpəsinə isə yol 9-dur. Daha sonra 3-dən 5-ə yol var. 3 təpəsindən 3 təpəsi G idi, 5 təpəsinə 6. 5-dən 6-ya isə 5 təpəsindən, yəni Y təpəsindən 6-ya isə 3-dür. Digər bir yolumuz isə bu yol istənilən halda daha uzun olacaq. Bu digər yola baxaq. 9, 0-dan 4-ə, 0-dan 4 təpəsinə 4. 4-dən isə 5 təpəsinə, 4 təpəsi B idi. 5 təpəsinə, yəni Y-yə 8-dir. Bu zaman biz ən qısa yolun 5 üstəgəl 6, üstəgəl 3 olduğunu görürük. Bəli, 14 edir yolumuz. Müəllimə, bir dənə xahiş edeyim sizdən. Bəli. Bu qraflarda mənim yeganə çətinlik çəkdiyim bax budur. Əgər mümkünsə, bir dəfə də bunu izah eləyərdinizsə, sizə əziyyət o deyilsə. Xeyr, əziyyət deyil. Allah razı olsun sizdən. Baxın, Müəllimə, üzr istəyirəm. Bir də başlamamışdan qabaq bir sual verim. Bunu qısa yolla biz hansı təpədən hansı təpəyə gedirsə, onu hesablayıb tapa bilmərik qısa yolu. yox, biz əvvəlcə təyin etməliyik axı ki, 2 nömrəli təpə hansıdır? Bəlkə 3-dən 6-ya sizdən istəyir. Siz 2 nömrəli təpənin hansı olduğunu bilməlisiniz axı müəllimə. Onda bunu tam başa düşmədim elə mən də. Gəlin, bir də baxaq. Yaxşı, mən sizin üçün pozum. Ən başdan başlayım. Müəllimə, burada 11 deyil. C-dən G, G-dən də Y-dir. Bir saniyə deyim.
İlkin növbədə baxırıq ki, hansı təpənin tili fərqlənir? Til sayı fərqlənir ki, biz onu rahatlıqla tapa bilərik. Mütləq formada sizdə til sayı fərqlənən bir təpə olacaq. 2-də 3-dür, 3-də 3-dür, 1-də 2-dir, 0-da 2 til var, 4-də də 2 til var, 5-də də 3 var. 2 və 3 görürük ki, təkrarlanır. Amma 6 təpəsində bir dənə til var yalnızca. Görürsünüz 6 təpəsin. Sadəcə olaraq bir tili var. Bu zaman 6 təpəsinə baxdıqda ki, bu qonşuluq matrisində o hansı təpədir ki, 6 təpəsi? Onun A sadəcə təpəsi. olaraq bir dənə yol gedir. A təpəsidir. Bəli, A təpəsidir görürük ki, A təpəsi. Əlbəttə qıraqda elə biz təpələrin başına yazarıq nömrə ilə, onda daha qəşəng olacaq. Məsələn, 3-cü təpənin başına yazaq 3 dənə yolu var. 5-in başına yazaq 3 yol. 6-nın başına Bu bir bizim yol. yazımızı tayda çətinləşdirəcəkdir. Elə şəkildə baxdıqda onsuz da 1, 2, 3 yol olduğunu görürük. Rahatlıqla görsənli şəkildə. Baxırıq ki, 6 təpəsindən 5 təpəsinə bir yol var. Deməli, A təpəsi bizdə olacaq 6 nömrəli təpə. Üzərinə yazdıq 6 nömrəli təpə, A təpəsini. Bura qədər aydındır yəqin ki. 6 təpəsindən hara gedir yol? Baxırıq. 6 təpəsindən hansı təpəyə gedib yol? Y təpəsinə gedib. Yəni, O zaman şəklə baxırıq ki, Y təpəsi 5 nömrəli təpədir. Y təpəsi bizdə oldu 5 nömrəli təpə. 5 nömrəli təpəmiz oldu Y təpəsi. Aydındır bura qədər. İndi baxaq. 5 Tam nömrəli anlamadım mən bunu. necə? Tam anlamadım necə biz götürürük bunu. Baxın müəllimə. 5-dən 6-ya getdiyini bildim. Ki bir dənədir, o da Y-dir. Bəli, bu 5-in də 3 başa dənə til var da. düşdünüz. 5-dən də 3 dənə til çıxır burada. Hə, Burada 3-ə başa gedir, düşdünüz 4-də ki, 6-ya. bu 6-dır. Doğrudur. Bəli, bəli. Burasını başa düşmüsünüz. 5 təpəsinin niyə Y olduğunu başa düşdünüz. Bildim, bəli, onu da bildim. 3 dənə yerə çıxır deyə. Bəli. Yox, 3 dənə yerə çıxır deyə deyil. 6 təpəsini tapmışıq A-dır. Aha, bəli. Qrafımıza baxırıq ki, A-dan Y-yə var yol. Baxın bura. Ayrı qonşuluğu var. Buna görədir 5-dir. 3 dənə olduğuna görə yox. 6-dan 5-ə yol var deyədir. Başqa bir şey yol yoxdur ki. Deməli, Y təpəsi 5-dir. Bu qismi anladıq. İndi baxaq. Y təpəsinə gəlirik. Y təpəsinin A-ya yolu var. Doğrudur. B-yə yolu var. Bir də G-yə yolu var. 3 dənə təpəyə yolu var. Doğrudurmu? 5 təpəsinin. İndi biz bilirik ki, 5 təpəsinin A-ya olan yolun tapdıqda 6-cı təpədir. Doğrudur. Bu getdi. Bunu tapmışıq. Digər yolu B-yə və G-yədir. Burada isə 5 təpəsindən 3-ə və 4-ə yol var. Doğrudurmu? Biz o zaman aydınlaşdırmalıyıq ki, bu təpələrin hansı 3-dür, hansı 4-dür. Yəni, B və G təpələrinin hansı 3 nömrəli təpədir, hansı isə 4 nömrəli təpədir. Biz bunu araşdırmaq üçün baxırıq. B təpəsini də işarələyirik, B təpəsini. G təpəsini də işarələyirik. Baxırıq ki, B təpəsinin qarşısında 2 dənə tilə qonşuluq var. D-yə və Y-yə. Doğrudurmu? D təpəsinə və Y təpəsinə qonşuluq var. G təpəsində isə 3 dənə qonşuluq var. C-yə, Y-yə və F-ə qonşuluq var. Doğrudur. Bəli. Bu zaman baxırıq. Deyirik ki, birində 2 tili varsa, birində 3 tili varsa, bunun hansı 3, hansı 4 olar müəllimə? 2 tili olan 2 təpəyə qonşudur da, doğrudurmu? 3 tili olan 3. Bəli, 3 tili olan da 3 nömrəli təpədir. Deməli, burada G bizdə 3 nömrəli təpə olacaq. B isə 4 nömrəli təpə olacaq. Aydındır indi. İndi baxaq. Biz tapdıq ki, B nədir müəllimə? B tapdıq ki, 4 nömrəlidir. Çünki B-nin 2 dənə qonşusu var. G-nin isə 3 qonşusu var. Burada B-nin yanında 2 qonşu var. D və Y təpələri. Biz Y təpəsini tapmışdıq 5 nömrəlidir. O zaman D təpəsi hansı təpə olacaq müəllimə? B təpəsi 3 olur da. 3 olur. 3-ü Yox. Yox. B təpəsin 3 Dörd olur, nömrəlidir. Bunu tapmışıq. 4, 4.
B 4 təpəsi olacaq. 4-dür. Onu başa düşdüm. B təpəsi 4-dür. İndi baxaq. Biz B təpəsindən gördük ki, D-yə, bir də Y-yə yol var. Y-ni tapmışıq axı 5-dir. D təpəsi 0 olacaq. Ay sağ olun. D D təpəsi təpəsi 0. 0-dır. Bəli, D təpəsi 0 təpəsidir. D təpəsi. Çünki 4-ün başqa bir yerə qonşusu yoxdur. Ha, bu 2 qonşudur. Yaxşı. B təpəsindən təyin elədik ki, 4 nömrəlidir. D təpəsini təyin elədik ki, 0 nömrəlidir. Doğrudur. İndi baxaq. D təpəsindən B-yə yol var. Bir də C-yə yol var. B-ni bilirik, 4 nömrəlidir. O zaman D təpəsindən gedən digər yol hansıdır? 2'dir. 2-dir. 2. Deməli, bizdə 2 C təpəsi olacaq. Olacaq. Fikirləşin ki, puzzle-dır. Puzzle-ın hissələrini yığa-yığa gedirsiniz. Bütün bunları təyin etdikdən sonra, bütün təpələri təyin etdikdən sonra biz artıq 3-ü də təyin eləmişdik ki, 3 nömrəli təpəmiz G-dir, C-dir. Bircə dənə F nömrəli təpəmiz qaldı. O da 1 oldu. Bütün hamısını tapandan sonra üzərinə yolları yazırıq və bayaqki qaydada ən qısa yolumuzu tapırıq. Aydındır? Keçək bir digər Bəli, müəllim. bizdə. Və çox sağ olun. Allah razı olsun. Orta məktəbdə var, ona aid testlər var. Bəli. İndi baxaq. Birinci qraf üçün qonşuluq matrisi qurulduqda sıfırların sayı ikinci qraf üçün qorulmuş qonşuluq matrisindəki birlərin sayından nə qədər çox olar? Sizə simmetrik olmağını göstərim mən. Necə simmetrik? Bunlar Peterson qrafları adlanır müəllimlər. Və bu qraflarda bir simmetriklik gözlənilir. Necə simmetriklik? Baxaq. Bu təpədən görürsünüz ki, təpələrimizin nöqtəsi var, ancaq adları yoxdur, adlandırılmayıb. Bu daha bir qarışıq, daha böyük təpələr formasında da verilə bilər. Biz baxırıq təpələrimizə. Baxırıq ki, 4 til, 3 til, 3 til. Gəlin 3 tillə olanları bir rəhlə edək. 4 tillə olanları da başqa bir tillə edək ki, bu biraz mürəkkəb məsələdir. Bunu başa düşək. Öncəliklə 3 til olanları sayaq. Baxın 1, 3, Müəllimə, burada tillərin kvadratından çıxacaq tillərin sayını. Təpələrin kvadratından Bəli. tillərin çıxacaq. bəli. Baxırıq ki, bu formada neçə təpəmiz oldu bizim? 8 təpəmizin hər birində 3 dənə til var. Digər qalan 3 təpəmizin isə hər birində 4 dənə til var. İndi baxaq, bizim təpələrimizin adları nə olursa olsun, bizim matrisimizi quranda burada neçə təpə var ümumiyyətlə? 8 üstəgəl 3. 11 dənə təpə var. Bizim matrisimiz, qonşuluq matrisimiz 11-in 11-ə. 11-ən hasili. Bəli, 11-in 11-ə bir təpə forması olacaq. Bu zaman bizim 1 və 0-larımız ümumilikdə gəlin 121-dən çıxacaq olacaq. bunların sayını, bəli, 121-dən. Nöqtələrdə vuracaq tillərin 121 sayına. dənə olacaq. Bəli. 121 dənə olacaqsa, bizdə sıfırların sayı lazımdır, düzdürmü? Bizdə birlərin sayını hesabladıq ki, 8 təpədən 3 dənə tilə, 3 dənə təpəyə yol varsa, 3 dənə 1 olacaq. Yəni neçə? 24 ədəd. 3 dənə təpədən də 4 tilə, 4 təpəyə yol varsa, 12 ədəd də yol bu olacaq. Yəni ümumilikdə 36 dənə birimiz olacaq. 121-dən 36-nı çıxacaq. Bəli. Birlərin sayı, yerdə qalanlar da sıfırların sayı. 121-dən 36-nı çıxdığımız zaman 5, burada da 1 çıxdıq. Neçə oldu? 85. 95 dənə sıfır aldıq. İndi baxaq ikinci təpəmizə. İkinci 30 dənə təpəmiz 30 dənə bir oldu. 85 eləyir müəllimə. 30 dənə bir. 85 Mənim orada 85 eləyir. Zəhmət olmasa biraz sakit edək. 85 etdi. Ay müəllimələr, imkan verin də. Biz heç nə eşitmək olmur Karışıram mən də, bəli. səsinizdə.
Hamımız bura daxil olmuşuq nəyisə öyrənmək üçün. Əgər biliriksə daha bura niyə daxil olmuşuq biz? Bəli, baxaq. Digər təpəmizdə isə sayırıq. Müəllim, axşamınız 10 xeyir. dənə Müəllim, til var. həqiqətən də başa düşmək olmur. Hamı danışır, sizin dediyinizdən heç nə başa düşmürük biz. Zəhmət olmasa yenidən başa salarsınız da. Tamam. Xahiş edirəm. Bilən müəllimlər çox sağ olun. Diqqətiniz üçün təşəkkür edirəm. Sadəcə olaraq digərlərini də nəzərə alaraq biraz Səsləri bağlayın da müəllimə mən mümkünsə. bağlayıram, burada açılır. Bilmirəm niyə. Mən bağladıqca səslər açılır. Baxaq, yenidən baxaq. Bizim burada 11 dənə tilimiz, nöqtəmiz var, təpəmiz var. 11 ədəd təpəmiz varsa, bizim matrisimizdə ümumiyyətlə 11-in 11-ə, yəni 121 ədəd obyekt olacaq. Cəmi formada 121 ədəd obyekt olacaq. Bunlar sıfırların və birlərin cəmidir. Bütün sıfırların və birlərin cəmi bizdə 121 ədəd olacaq. Bu zaman baxaq görək bizim neçə birimiz olacaq. O zaman olur ki, bir təpədən digər təpəyə yol var. Biz baxırıq ki, burada 8 dənə təpənin hərəsindən 3 təpəyə til var. 1, 2, 3. Bu zaman 8 vur 3, 24 yazırıq. Doğrudur. Sonra isə baxırıq ki, 3 dənə də təpədən 1, 2, 3 dənə də təpədən 4 dənə til var. 3 vur 4. Yəni olacaq 12. Bu bizim bu qraf üçün birlərimizin sayıdır. Yəni gedən yolların sayıdır. Bunun da cəmi bizdə neçə olacaq? 36. 36 ədəd birimiz var. Əgər sıfırla birlər ümumilikdə 121 ədəddirsə, 121-dən biz 36-nı çıxanda 85 ədəd sıfırımız olduğunu görürük. Aydındır müəllimlər. Daha sonra digər ikinci bir təpəmizə baxırıq. İkinci təpəmizdə 10 ədəd nöqtə var. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Burada isə hər təpədən 3 dənə til çıxır. Doğrudur. 3 dənə til çıxırsa hər təpədən. Deməli 10 vur 3 dənə birimiz olacaq bu təpədə. Çünki 10 təpədir, hərəsindən 3 dənə digər qonşuya, x qonşuya, y qonşuya yol gedirsə, onları 1 olaraq adlandırırıq. Və bunların cəmi 30, 10 vur 3, 30 olaraq yazırıq. 30 ədəd birimiz olacaq. Bizdə əgər birinci qrafdakı, bu birinci qrafımızdır, sıfırların sayı ilə ikinci qrafdakı birlərin sayı arasındakı fərqi istəyirsə, 85 çıx 30, bu da bizə 55 qiymətini verəcək. Yəni, birlər və sıfırlar arasındakı say 55 dənə olacaq. Ola bilər ki, gəlin bu məsələyə bir başqa yöndən yanaşaq. Ola bilər ki, bizdən təkcə birinci təpəni verər və sıfırların sayını istəyər. Bu zaman biz Yəni ikincidə nə el alındı ki, 25 alındı ikincidə. Necə? İkinci qrafda elə bir qrafda içindəkindən hesabladım. 2 dənə til keçir. 3 dənə til deyil. Bax, içərisində 5 dənəsindən ikisi keçir, 10 dənə o Bəli, eləyir. qraflarından 3 til keçir, içindəkindən Ay 2 sağ ol, dənə. qraflardan da 3 dilə, 3 dilə. Xeyr, müəllimlər. Xeyr, müəllimlər, baxın, bir til, Hamısından 3 til keçir. Bir dənə aşağı, bir dənə yuxarı. bir Hamısından 3 dənə til keçir. Baxıram. til və 3 til. Hər Ha, birinci yönləndirməyəndi də ona görə. 90 tərsinə çevirəndə nə olacaq? 9 Bəli, indi baxaq görək. Sizdən mürəkkəb bir qraf verir. Bir rəqəm alacaq. Və sadəcə olaraq sıfırların sayısını. Zəhmət olmasa səsi alardınız. 0 ilə 9. Aha. Müəllimlər, təsəvvür edək ki, bizdə sadəcə olaraq sıfırların sayını istəyirdi. Məsələn, bu ikinci qrafı verib, deyir ki, bu qrafdakı sıfırların sayını. Bizim təpələrimizin sayı 10 ədəddir. Doğrudurmu? Əgər bu təpələrin hamısından 3 dənə til gedirsə, yəni 10 vur 3 bizim birlərimizin sayıdırsa, deməli 10 vur 7 də bizim sıfırlarımızın sayı olacaq.
Yəni getməyən tillər isə, yol olmayan tillər isə bizim sıfırlarımızın sayı olacaq. Yəni bunu tək-tək toplayıb çıxmaqdansa birbaşa olmayan tillər vasitəsilə biz sıfırlarımızın da sayını görə bilərik. Keçirik bir digər sualımıza. Bu sualımızda nə soruşur bizdən? Deyir ki, eyni təpə və til sayına malik iki qrafdır. Biri yönləndirilmiş qrafdır, gördüyünüz kimi istiqamətli qrafdır. Digəri isə yönləndirilməmiş qrafdır. Onların qonşuluq matrisi qurulanda birinci qrafdakı sıfırların sayı ilə ikinci qrafdakı sıfırların sayı arasındakı fərq neçə dəfə çox olacaqdır? İndi baxaq. Deməli, yadımızda saxlayaq. Əgər bir qraf eyni formadadırsa, eyni şəklə malikdirsə, birində yönləndirilmiş formadadırsa istiqamətdə, digərində yönləndirilməmiş formadadırsa, onlar arasındakı fərq hər zaman 2-yə bərabər olacaq. 2 dəfə çox. Çünki nəyə görə 2 dəfə çox olacaq? Çünki normal halda, yəni yönləndirilməmiş halda, istiqamətsiz halda həm A təpəsinə, həm B təpəsinə 1 yazılır. Doğrudurmu? Burada isə yalnız bir istiqamətə 1 yazılır. Ona görə də biri var ki, A və C arasında A-dan C-yə, C-dən də A-ya 1 yazasan. Bir də var ki, sadəcə olaraq A-dan C-yə və yaxud da təkcə C-dən A-ya 1 yazasan. Buna görə bu tip suallarda cavab 2 dəfə çox olaraq yazılmalıdır. Keçirik bir digər sual. Müəllimdən sual vermək olar. Bəli. Bu məsələ fərq var. Sakitlik zəhmət olmaz. Tillərin sayı eynidir də, amma orada da eyni olacaq, eyni usul. Məsələn, fiqur fərqlidir, amma tillərin sayı eynidir. Fiqur Biraz sayı fərqli eyni, seçilib. fərqli təpələrdə, yox, fərqli İlk təpələr baxanda olarsa yox. oxşamır, ancaq müəllim, tillərin sayı eynidir də. Yəni eyni qayda işləyəcəkdir yəqin ki. Yox, eyni qayda olmaya bilər. Nəyə görə? Tillərin sayı eyni olsa da. Ola bilər ki, o tildə ilgəs var və yaxud da o tildə, məsəl üçün, deyək ki, bir təpə əksikdir, tilin sayı çox olsa da. Ona görə də eyni qraflar üçün, yəni izomorf qraflar üçün keçərlidir bu sadəcə olaraq. Aydındır müəllim. Yəni oxşamalıdır da ilk baxışdan. Bəli, qonşuluq matrisi belə deyək, oxşamaqdan daha çox qonşuluq matrisi eyni olan qraflardan gedir söhbət. Müəllimə, Bəli, bir şey deyim. Bu buyurun. yuxarıda ikincisini hesabladıq. Orada 4 sıfırların sayı 4-ə bərabərdir, düzdür, elədir. Onu 2-yə vururuq, ya bölürük 2-yə. Necə olacaq burada? Necə Hansını deyirsən? deyirsiniz, müəllim? Elə bu indi baxdığımızda bir dəfə çoxu Baxın, deyirsən. aha. Bu qrafda belə deyək sizə, gəlin quraq matrisi. A, B, C, D. A, B, C, D. Baxaq. A-dan B hansı təpələrə yol var? B-yə, C-yə və D-yə. Üçünə də var. Doğrudurmu? B, C, D qoyuruq. A-dan A-ya yol yoxdur. Baxaq, yenə B-dən də 3 istiqamətə yol var. Doğrudur. Baxaq. B-dən A-ya, C-yə, D-yə yol var. C də onun kimi A-ya, B-yə, D-yə. Sayına görə D-dən hesablamaq isə olmaz, görə quraq. aha, D-də isə yenə A-ya, B-yə, C-yə yol var. Doğrudur. İndi keçək digər qrafımıza. Digər qrafımızı çəkək. A, B, C, D. A, B, C, D. Baxaq. A-dan B-yə yol var. Doğrudur. Bəli. D-dən B-yə, C-yə, A-ya getmir bir dənə oradan. Necə? D-dən B-yə, C-yə, bir də A-ya getmir. Düz B-dən gedir. A-ya gedir. Baxın, görürsünüz B-dən A-ya. Mən bu qrafı çəkirdim də. B-dən A-ya, B-dən C-yə və B-dən D-yə. Hər üç istiqamətdə yol var. Burada A-dan B-yə yol var. Başqa yol yoxdur. 0 qoyuruq. Birdən heç birinə yoxdur. B-dən heç birinə yol yoxdur. Baxaq, C-dən Aya, B-yə deyil. A-ya,
B-yə və D-yə yol var. D-dən yenə B təpəsinə yol var və A təpəsinə yol var. İndi baxaq. Buradakı birlərin sayına baxaq. 1, Yəni 2, simmetrikdir də 6 bölü 2. 4, 5, 6. Digər təpədə 3 vur 4, yəni 12. Gördüyünüz kimi birinci təpədə 6 ədəd 1 oldu. İkinci təpədə isə 12 ədəd 1 oldu. Bu birinci təpə, bu isə ikinci təpə. Və aradakı fərq 2-yə bərabər oldu. Eyni ilə sıfırlar da saysa, sıfırlar arasında da 2 dəfə fərq yaşanacaq. 2 dəfə yox, mənim 2 dəfə yox, 2 dəfə axı. 6 vur 2, 12 edir. Necə? Burada sıfırların sayı 10 dənə, ikincidə 4 dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Burada isə 1, 2, 3, 4. 4 dənə. Ondan 4-ə 2 dəfə eləmir axı. 4 Bizləri dənə. desək, Birlərin sayı 2 qat oldu. Burada nəyi səhv etdik biz? D-dən A-ya, B-yə yol var. C-dən A-ya, B-yə yol var. A-dan B-yə yol var. Bunların arasında fərq 2 olursa, onda da birlərin arasında, bəli, birlərin arasında 2 dəfə fərq yaşanır. Sıfırlarda deyil. Baxaq digər bir sualımıza. Qraf haqqında doğru mülahisələri seçin. 1. Təpələrin qonşuluq matrisi simmetrik matrisdir. İkincisi, qrafda heç bir dövrə yoxdur. Üçüncüsü, ən çox bir sayı 3-cü sütun elementlərində verilmişdir. Dördüncüsü, qrafda heç bir ilgək yoxdur. Beşincisi, qrafda 7 təpə və 6 til var. Gəlin, bir-bir baxaq. Birlə 4 doğru oldu. Müəllimə, İlgək yoxdur. müəllimə bu izahın təkrarı olacaq. Baxa biləcək təkrar. Video qeyd olunur, baxa biləcəksiniz. Çox sağ olun, uşağı tutmalıyam. Bəli. Ona görə çıxmalı oluram. Aha. Sağ olun. Sağ olun. Deyirik ki, təpələrin qonşuluq matrisi simmetrik matrisdir. Ümumiyyətlə, belə bir qayda var ki, hansı ki, yönləndirilməmiş qrafdır, yəni istiqamətsiz qrafdır, onların qonşuluq matrisi simmetrik matris adlanır. Bu nəzəriyyə olaraq nəzəriyyəmizdə mövcuddur. İkincisidir, qrafda heç bir dövrə yoxdur. Müəllimlər, biz dedik ki, burada 1, 2, 3, 5 də dövrə sayılar, 2, 3, 4 də dövrə sayılır. Bunun özü böyük bir fiqur kimi baxanda da dövrə sayılır. Ona görə də dövrə var, yanlışdır. Ən çox bir sayı 3-cü sütun elementlərində verilmişdir. O da düzdür. Xeyr, burada səhvdir. Çünki 3-cü sətir kimi götürəndə 1, 2, 3-cü sətirdə verilmiş olur. Bəli. Baxaq. 1, 2, 3, 4, 5, 6. 3-cü sətir kimi baxılanda 3-cü sətirdən, bəli, 5-ci təpəyə, 2-ci təpəyə, 4-cü və 6-cı təpəyə yol var. Bəli. Ancaq 3-cü sütun deyiləndə isə ona gələn yollardır ki, gəlin bunu yoxlayaq istəyirsinizsə sizinlə lap yazaq. Daha qısa formada yazaq. Hə, müəllimə 3-cü sütun deyir, elə biləm 3-cü təpə deyir. Hə. 1, 2, quraq qonşuluq matrisin əyani olaraq görək. 5, 6, 1, 2, 3, 4, 5, 6. Birinci təpədən 5-ci, 2-ci təpəyə yol var. 2 və 5-ə yol var. İkinci təpədən 1-ə, 3-ə və 4-ə yol var. Üçüncü təpədən bizdə 2-yə, Bu səbəblə Dördə. 2-ci sütun 3-cü təpə demək deyil. necə? 3-cü sütun elə yenə 3-cü təpəyə düşür də. Yenə Bəli. eynidir. Yəni daha çox olacaq. Yoxlayaq, baxaq. 1 və 6-ya yol var.
Dördüncü təpədən 2 və 3-cü təpələrə yol var. 1 olaraq qoyuruq. Dördüncü təpəni də yerləşdik. 5-ci təpədən 1-ci təpəyə və hansı 3-cü təpəyə yol var. Doğrudur. Bir dənə bizdə qaldı 6-cı təpə. 6-cı təpədən isə 3-cü təpəyə yol var. Sətirdə də eyni olacaq. İndi baxaq, biz sətir və sütun fərqinə baxacağıq. Eyni mənim, eynidir. Bəli, eyni formada alırıq. Yəni 3-cü sətir yox, 3-cü sütun deyir bizə. Amma baxaq, 3-cü sütunda da 4 dənə yol olacaq. Mən ən çox onda deyil, yəni onda Bəli, düzdür. bəli, bəli, ondadır, bəli, düzdür. İstiqaməti yoxdur, ona görə eyni olacaq. Bəli, Sətin istiqaməti yoxdur. Ona İstiqaməti görə. olsaydı fərq yaradacaq. Bəli. Deməli, bu da doğru oldu. Daha sonra deyir ki, qrafda heç bir ilgək yoxdur. Bu da doğrudur. İndi deyir, qrafda 7 təpə 6 tildən ibarətdir. Burada yerlərini dəyişirsiniz. Bəli, burada 6 təpəmiz var, 7 dənə də tilimiz var. Ona görə də bu bənddə səhv oldu. Mülahisələrə də baxdıq. Keçirik digər bir məsələmizə. Deyir ki, təqdim olunmuş qrafda hər bir düyün fərqli bir rənglə rənglənməlidir. Lakin qonşu olan iki düyün eyni rənglə rənglənə bilməz. Bu qrafı rəngləmək üçün istifadə ediləcək minimal rənglərin sayını tapın. Bu da qrafın rənglənməsi qaydalarına aiddir. Gəlin baxaq müəllimlər. Bizim təpələrimizdən fikirləşək ki, ən uzaqlıqda bu tip məsələlər olanda ən uzaq nöqtələri seçməliyik. 1, 6, 3 və 8 təpələrini seçirik. Bu təpələr bizim ən kənar təpələrimizdir. Doğrudurmu? Gəlin, hələ ki fərz edirik. Sonda mən sizə daha bir fərqli üsulun göstərəcəm. Amma hələ ki fərz edirik. Tutalım ki, bu iki təpəni qırmızı rənglə etdim. Bu iki təpəni də etdim. Doğrudur. Qonşu təpələr sualımızda deyir ki, yanaşı olmamalıdır. Düzdürmü? İndi baxaq. İndi bu iki təpələri eləyək. Qonşu təpə deyiriksə, bu təpə bu təpəyə qonşu olur. 4 təpəsi 5 təpəsinə qonşu olur. Doğrudurmu? Deməli, 5 təpəsini başqa rənglə rəngləməliyik. Birinci baxdığımız versiya budur, müəllimlər. Neçə dənə rəng lazım oldu bizə? 1, 2, 3, 4, 5 rəng. Doğrudur. 5 rəngdən istifadə olundu. İndi biz bunu başqa yolla da rəngləyə bilərikmi? Başqa necə rəngləyə bilərik sizcə? Gəlin, baxaq. Axşamınız xeyir müəllimə. Müəllimə, yuxarıdakı 2-ni də sarı götürə bilmərik, aşağıdakı 7 ilə eyni rəngi. Götürə bilərdik. 4 rəng də götürə bilərdik. İndi gəlin bu üsula baxaq. Buranı qırmızı götürürük. Doğrudur. Bir də gəlin 5 təpəsini qırmızı götürək. Mən öncəliklə versiyanı verirəm ki, siz özünüzdə biraz vaxt qazanasınız ki, fikirləşmək üçün. İndi gələk. İndi gəlin bu iki Burada 2, 4, 8-i sarı rənglə eləyə bilərik. 2, 4, 8, yox, 2 olmaz ama. O qaydada edəcəyik. Müəllimə, miqdə düşür bu rəngləmələr? İnformatika müəllimlərinin universitet fənnində, universitet yəni fən kurikulumunda var. Ola bilər ki, düşsün.
Amma yəni sualları heç kim öncədən tam bilmir deyə dəqiq deyə bilmərəm doğrusu. Yəni müəllimə mənə ilkin oldu deyə, yəni mən birinci dəfə də belə sual görürdüm o yüzden mənə də soruşdum. Müəllimə, bunlar o sertifikasiya düşəcək belə bir şey. Belə deyim də sizə, məsəl üçün yuxarıda gördüyünüz məsələni, bu məsələni mən yazmışdım ilk dəfə. Daha sonra məsələn istifadə olundu, bəzi müəllimlərin kitablarında da oldu. Məsələlərə mən nəzəriyyə kimi yanaşıram. Məsələn, bu məsələni ilk dəfə yazdım. Siz ilk dəfə görürsünüz. Bu məsələni də ilk dəfə yanaşmışam. Sadəcə olaraq universitet fən kurikulumundan götürərək yazıram. Ola bilər ki, bəli, düşər, ilham olar hansısa müəllimlərə sual yazan. Ola da bilər ki, düşməyə də bilər. Sadəcə olaraq fən kurikulumda olduğu üçün qrafların rənglənməsi ayrıca bir bölmədir. Universitetdə müəllimlərə keçirilir. İstədim ki, bununla da bağlı bir fikriniz olsun. Bəli. Amma məktəbdə yoxdur axı, keçir. Bəli, orta məktəbdə yoxdur, bəli. Onda sertifikasiyaya salmazlar da belə sual. Doğrusu mən sertifikasiya sualları mən hazırlamadığım üçün bu barədə sizə bir dəqiq məlumat verə bilmərəm. Sadəcə olaraq bu bölmə olduğu üçün istədim onun haqqında məlumatda olasınız ki, qarşınıza hardasa çıxdıqda şagird də soruşa bilər və yaxud da digər bölmələrdə gördükdə məlumatda olası deyə salmışam. Müəllimə, çox sağ olun. Mənə çox maraqlı gəldi bu sual. Müəllimə, burada tillərin sayına görə rəngləri müəyyənləşdirə bilərik. Məsəl üçün, ən çox til çıxan təpə 5-dir də, deyək. 5 simvolu kodlaşdırmaq üçün neçə bit lazımdır? O cür yanaşa bilərəkmi 3-lə? 8 təpə, siz hartlı üsulla deyirsiniz, 8 təpədirsə 2 üstü 3 düşür, 3 rəng. Burada da 5 dənə təpədir ən çoxu. Bu da 2 üstü 3 götürmək olar da, yəni 3. Bəlkə də ola bilər. O nəzəriyyəsində, qaydasında belə bir qayda yoxdur doğrusu. Sadəcə olaraq rəngləri uzaq məsafə ilə yerləşdirməlisiniz. Dijkstra alqoritminə görə, yəni kənarlardan başlayaraq yerləşdirməlisiniz rəng formasını. Ona görə yerləşdirmədə üzərində də yoxlamaq olar. Bəli. Bir neçə misal olsa üzərində yoxlamaq olar. Bunda məsələn alınma bilər, digərində alınmaya bilər. Əgər istəsəniz, bu formada kənardan yerləşdirilərək qoyulur bir-birinə məsafələr, o zaman alınır. Baxdıqda biz burada eyni rəngləri burada da qoysaydıq. Gördüyünüz kimi bu hissədə toqquşma yaşayardıq. Ancaq iki rəngi, qırmızı rəngləri burada yerləşdiririk, sarı rəngləri isə bu kənarda yerləşdiririk. Bu zaman bu iki rəngi yanaşı istifadə edə bilirik. Və iki rəngimizi də burada qoyuruq. Göy rəngləri çünki qonşu deyirlər. Beləliklə minimal 3 rənglə alqoritmimizi tamamlamış olur. Əgər bu formada məsələlər istəyirsinizsə, testlərdə və s. qarşıma çıxdıqca paylaşaram səhifəmizdə. İnşallah ki, ya sizinlə paylaşaram. Hazırlamaq da olar bu formada sizə maraqlı gəlirsə. Pərvanə müəllimə paylaşar, göndərərəm Pərvanə müəllimə, o qrupda paylaşar istəsəniz. Belə, bugünkü dərslərimiz bu qədərdir. Ümidvaram sizin üçün maraqlı olmuşdur. Qraf nəzəriyyəsi çox maraqlı gələn mövzulardan biridir. Çox sağ olun müəllimə. Nə yaxşı dərs izah elədiniz. Sağ olun. Amma biz oxuyan vaxtı belə şeylər keçməmişik. Mən biraz yaşlı müəlliməyəm. Allah can sağlığı versin. Pərvanə müəllimə, bir dənə sual verim sizə. Bir dənə bu qrafda bir hissə qaldı ya orada, məsəl üçün dövrələrin sayı. Onu da bir dənə vurğulasaydınız. Dövrələrin sayına baxdıq biz yuxarıda, Hamilton dövrələri. Ola bilsin mən onda daxil olmamışam, o dövrələrin sayına bir dənə baxardıq. Dövrlərin sayın burada göstərdim. Hamilton dövrü ən çox məşğul olmuş alim Hamilton olduğu üçün onun adını daşıyır. Amma o belə tamamlamayıb. Yəni, normalda nəzəriyyə olaraq tamamlanmamış nəzəriyyə olduğu üçün çox əksikləri var. Ona görə də mən, məsələn, bir müəllim kimi məsləhət görməzdim onun sual formasında düşməyini. Çünki nəzəriyyə olaraq yarımçıq nöqtələri çoxdur. Mən qraflar nəzəriyyəsinə xüsusi diqqətim var, sevirəm deyə onu çox araşdırmışam və orada həqiqətən də bir çox halda boşluqlar var.
Ancaq əgər düşərsə sizə daha sadə forması, yəni bu forması düşəcək yəqin ki, çətin forması düşməyəcək. Orada dedim ki, izomorfluq qaydası var. Yəni iki qrafın bir-birinə bərabər olma qaydası var. Əgər belə olarsa, siz bax bu 4 təpəsini görürsünüz. O təpəni, yəni sizə verilən qrafı mümkün qədər açıq formada çəkməyə çalışın. Baxın, bu qrafla yuxarıdakı qraf eynidir. Sadəcə olaraq orada 4 təpəsini aşağıdan qeyd eləmişəm ki, mən daha yaxşı görüm. Dövrələrimi daha yaxşı görüm. Əlbəttə ki, belə çəkilən formada, bu formada siz daha yaxşı görə bilərsiniz ki, sizin dövrələriniz hansıdır. Bu zaman dövrələri hesablamaq və mütləq formada da kənarda qeyd edin, daha rahat var. Yenə də mən sual kimi məsləhət görürəm ki, düşməməlidir bu sual növü. Əksikliklər olduğuna görə nəzəriyyədə. Belə. Müəllimə, Bəli. axşamınız xeyir olsun. Axşamınız xeyir. İlk öncə çox təşəkkür edirəm sizə izahlarınız üçün. Mən də təşəkkür ederim. Bir dənə sual verim müəllimə. Yəni siz bunu ümumi qraflarla bağlı ümumi izah kimi verirsiniz də, yəqin ki, yəni bu tiplərin düşüb-düşməyəcəyi məlum deyil. Yəni bəli, o yəqin ki, Yəni siz ümumilikdə bildiyində qraf. Bəli. Sadəcə olaraq mən yenə deyirəm, nəzəriyyə kimi məsələn, bəzi Dövlət İmtahan Mərkəzinin test bankında, bəzi digər müəllimlərin test bankında bəli, sual kimi dövrələrə rast gəlirik. Amma məsələn, mən qəbul imtahanda dövrələrin düşdüyünü görməmişəm. Nəzəriyyədə əksiklik olduğunu nəzərə alırlar məncə. Yox, müəllimə, sırf dövrələr demirəm. Bax, bütün tiplər izah elədiniz də, siz dərs başlayandan bəri. Məsələ tiplər olsun, izahlar olsun. Yəni bunu siz dəstək üçün ümumi olaraq verirsiniz də. Yəni bunlar imtahana düşə biləcək ehtimal olan tiplər deyil də. Düşə də bilər. Qraflarda yəni düşə də bilər, düşməyə də bilər. Bəli, qraflarda ən məşhur olan hissə yolların sayının tapılması, ən qısa yolun tapılması, bir təpəni nəzərə almadan gedilən yolların sayının tapılması. Bu formalar qrafların ən məşhur məsələləridir. Ona görə yəqin ki, əslində çox rahat bölmədir. Cavab verə biləcəyiniz, yaza biləcəyiniz rahat bir bölmədir. Sertifikasiyada neçə dənə sual düşə bilər müəllimə? Neçə sual düşə bilər sertifikasiyada? Ona mən cavab verə bilmərəm. Yəni o qeyri-müəyyən bir şeydir ki, onu mən cevablaya bilmərəm. Müəllim, çərçivə sənədində vardır, modelləşmədədir. Bəli, modelləşdirmə kimi var, mövzuda var. Ancaq neçə sual düşər və s. Bunlar bizim biləcəyimiz mövzular deyil. Çox sağ olun, müəllim, minnətdaram. Sağ olun. Hansı müəllimlərə ki, mən sizə dedim ki, hansı müəllimlər mənimlə əlaqə saxlayar, o müəllimlər və ehtiyacı olan digər müəllimlər də əlaqə saxlaya bilər ki, Mən də istəyərəm müəllimə var, Python proqramın tətbiqi kitabı var ki, istəsəniz orta məktəb üçün yazılmışdır. O kitabdan sizə hədiyyə edə bilərəm. Mən istəyərəm müəllimə. Zəhmət olmasa bura yazıram Instagram ünvanın o zaman. Zəhmət olmasa. Mən də istəyərəm müəllimə kitab. Test time az. Bu Instagram ünvanı ilə əlaqə saxlayarsınız kitabların sizə göndərilməsi üçün. Hata yazdınız. Müəllimə, qrupa yazdınız, yoxsa necə? Bu Instagram səhifəsində test time az. Zəhmət olmasa bura yazarsınız. Mən əlaqə nömrəmi də verim sizə. İstəyirsiniz 07. Zəhmət olmasa. Müəllimə, axşamınız xeyir. Mənim Instagram səhifəm yoxdur, ümumiyyətlə heç bir Verdim sosial əlaqə. WhatsApp nömrəmi verdim. Zəhmət olun. Burada mənim Pythonla bağlı hər şey var da. Orta məktəb həcmində hər şey. Orta məktəb. Çox gəlmədi, müəllim, üzr istəyirəm. Müəllim, bir sual vermək istəyirəm. Universitet səviyyəsində informatika kitabı önerə bilərsiniz? Bayaq dediniz, mən oxuyuram, araşdırıram, nəzəriyyə olaraq tapıram. PDF olaraq hər yerdə mövcuddur. PDF olaraq mövcuddur. Ümumiyyətlə isə xarici ədəbiyyatlar oxumaq istəsəniz, Trendyolda satışda var Python üzrə universitet səviyyəli kitablar. Amma belə özümüzün əgər siz Google-da yazsanız, məsələn, qraflar nəzəriyyəsi, çox yaxşı ədəbiyyatlar var. Python yazsanız, çox yaxşı ədəbiyyatlar var, universitet ədəbiyyatlar ki, PDF-ləri çıxır. Rahatlıqla oxuyub araşdırma edə bilərsiniz. Müəllimə, bir dənə də sual verim sizə. Universitet səviyyəsində C++ haqqında məlumat hardan almaq olar? Mən maraqlanaram, əgər PDF-ini tapsam,
əlaqə saxlayaram sizinlə. Ay müəllimə, nə yaxşı olar. Allah sizdən Deyərəm razı Pərvanə olsun. müəllimə, sağ olsun, Pərvanə müəllimə göndərər. Belə. Ay nə yaxşı olar. Çox sağ olun müəllimə. Haqqınızı halal eləyin. Əziyyət çəkdiniz. Çox Qoşulduğunuz gözəl üçün izah mən təşəkkür elədiniz. edirəm. Allah sizdən razı olsun müəllimə. Çox sağ olun. Çox sağ olun. Təşəkkür edirəm. Müəllimə, sizin adınız gəlmədi, adınızı da bilmədim. Nərmin Xankişiyeva. Nömrənizi siz belə deyə bilərsiniz, yazım. 077 710 20 24. 077 710 20 24. 20-24. Nərmin müəllimə, düzdür? Bəli. Nərmin. Nərmin müəllimə, axşamınız xeyir olsun bir daha. Xeyir. Mən sadəcə olaraq təşəkkür üçün vaxtınızı alıram. Aydın, səliqəli, səbirli, belə izahınıza görə. Mənim də çox sevdiyim mövzudur, qraflar mövzusu. Bunlardan rənglə olandan anlayışım yox idi. Mən bir dəfə də eşidirəm. Amma ümumiyyətlə, yəni çox sevdiyim bir mövzudur. Sadəcə dinləyirəm bayaqdan. Yəni o qədər səbirlə, o qədər aydın izah verirsiniz ki, həqiqətən müəllim olaraq əsl müəllim sənətinin sahibi olan insanlardansınız. Təşəkkür eləyirəm Çox sizə. sağ olun. Mən təşəkkür edirəm xoş Çox sağ sözləriniz olun. üçün. İnşallah Rica gələn ay içində HTML mövzusunu işləyəcəyik. Çox gözəl. O da Sizinlə biraz qoşulmağı arzu edirəm. Sağ olun. İnşallah. Sağ olun. Çox təşəkkür edirəm. Sağ olun. Bu linkləri hardan götürək? Bu təsadüfən mənim qarşıma çıxdı müəllimə. Linkləri hardan götürə bilərik? Nələri? Linkləri, məsələn, siz dərs açırsınız izah üçün. İnformatika Birliyi var, İnformatika Birliyi. Gənc İnformatika Müəllimlər Birliyi. Onun WhatsApp-ında tək mən deyil, çox yaxşı müəllimlər var ki, onlar hər ay dərslər keçirlər, təlimlər olur, hətta bəzən hər həftə təlimlər olur. Oradan qoşula bilərsiniz WhatsApp qrupuna. İnformatika müəllimləri. Mən bu operatoru keçməmişik. Heç orta Gənc İnformatika Müəllimləri Birliyi. Bəli. Bildim, hə, Pərvanə müəllimə. Bəli. Aha, aydındır. Çox sağ olun müəllimə. Sağ olun. Oldu.